Tovuz rayonunda qonşular arasında mübahisə ağır xəsarətlə nəticələnib. Hadisə kəndlərin birində baş verib. 1976-cı il təvəllüdlü Nemət qonşusu Uğurla torpaq sahəsi və su xətti ilə bağlı uzunmüddətli mübahisə zəminində dava edib. Nemətin sözlərinə görə o Uğurun evinin qarşısından keçən boru xətti və kanalizasiya sularının onun torpağına axıdılması ilə bağlı dəfələrlə etiraz edib. Uğurun xəttə krant qoyaraq suyu kəsməsi də gərginliyi artırıb. Hadisə günü tərəflər arasında pul məsələsi və boru xətti ilə bağlı mübahisə yenidən alovlanıb. Nemət bildirir ki, Uğur və həyat yoldaşı onu itələyib. Uğur isə yumruq və şillə ilə zərbələr endirib, daha sonra onu boğmağa çalışıb və əlini ağzına salıb. Bundan qorunmaq üçün Nemət Uğurun əlini dişləyib və nəticədə onun barmağı qopub. Nemət hadisədən sonra huşunu itirdiyini, ayıldıqda isə qorxaraq hadisə yerindən uzaqlaşdığını deyib. İşə baxan məhkəmə xuliqanlıq maddəsi üzrə ittihamı sübut olunmamış sayaraq bəraət verib. Əməl daha yüngül maddəyə tövsif edilib və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Nemət məsuliyyətdən azad olunub, barəsində seçilmiş qətimkan tədbiri də ləğv edilib. Qeyd edək ki, adları şərti verilib.